Salam əziz izləyicilərim, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizi əsəb edəcək 3 möhtəşəm parkur oyunu göstərəcəm. Birinci oyunumuz Vektor oyunudur. Əvvəlcədən bildirim ki, bütün oyunların linklərini açıqlamalar qismində yazacağım, paylaşacağım. Birinci oyunumuz Vektor oyunudur. Bu, belə deyək, Shadow Fight oyunu, əgər bilirsinizsə, Shadow Fight 2, 3, 4, yəni bu oyunların tərtibatçısının oyunudur. Oyun bir adam olur, sizin arxanızda düşür, siz də parkurlardan keçirsiniz, yəni akrobatik hərəkətlər edirsiniz. Oynanı vurduqdan sonra gördüyünüz kimi oyun başladı artıq. Gördüyünüz kimi artıq o solda gördüyünüz adamdır, yəni bizim arxamızda düşür. Yəni burada zamanla savaşırıq. Burada möhkəm qaçırıq. Kullanırıq. Yenə qaçırıq. Yəni oyun qrafikası, oyunun yəni fizik hərəkətləri çox gözəldir. Gördüyünüz kimi akrobatik hərəkətlər eləyirəm. Və oyunumuz tamamlanır. Girib bu oyunu Play Marketdən yükləyə bilərsiniz. İkinci oyunumuz sizi dəhşətli dərəcədə əsəb edəcək oyun, həm də gülməli, komik oyun. Bunu inanıram ki, siz TikTokda, sosial şəbəkələrdə sizin bu oyun sponsor kimi qabağınıza çıxa bilər, yəni reklam olaraq qabağınıza çıxa. Oyunun özəlliyi çox başqa cürdür, yəni oyun sizi dəli edəcək səviyyədədir. Burada gördüyünüz kimi məni allatdı məni oyun. Burada da həmçinin can verilir sizə. Bəli, gördüyünüz kimi artıq növbəti levelə çatırıq. Burada sözsüz ki, nə problem olacaq. Bax belə, gördüyünüz kimi ən başdakı aşağı düşür. Ən belə deyə, ondan sağa isə vay aman. Bəli. Artıq növbəti oyuna keçirik. Vay dədə. Bəli, artıq növbəti leveldəyik. Buradan tullanıb. Vay dədə, Allah'tı yenə oyun bizə. O da oyun birdən sizi sağa aparır və hayda. Vay dədəmdən əmgəl. Nə axmaq oyundur bu. İndi isə keçək. Yəni hansı insan düşünə bilər ki, buradan aşağı düşəsən, oradan sənə yol verər. Yəni oyunun ay dədə. Hər nəysə izləyicilər, bu oyun da belə. İkinci oyunumuz isə Red Ball oyunudur. Yəni ikinci oyun leveldə artıq mən hesab oldum. Üçüncü oyunumuz isə Red Ball oyunudur. Burada mən musiqini bağlayayım. Artıq dördüncü missiyadayım. Dördüncü missiyanı keçeyim. Burada gördüyünüz kimi yeni... Yəni bu əvvəlki, belə deyək, Nokia telefonlarda gəlirdi bu oyun. Yəni oradan əvvəldəndən mən bunu babamın telefonunda oynamışam ilk dəfə. Həqiqətən çox maraqlı oyun idi bu. İndi bu onun daha təkmilləşmiş idi. Ancaq sizi əsəb edəcək, bəli əsəb edəcək səviyyədədir. Çünki çox ağır missiyalar var önünüzdə. Bunu mən halit eləyəcəm. Aha, bunu mən sağa aparacağım.
Əgər videomuz sizin üçün faydalı olursa, sizə maraqlı gəldisə, zəhmət olmasa kanala bəyənib abunə olmağı unutmayın. İnşallah bu oyun seriyaların davamı gələcək. Yəni bir neçə seriyadan ibarət olacaq. Həm maşın oyunları, həm silah oyunları, həm action, RPG oyunları gələcək inşallah. Siz kanalı izləmədə qalın. Kanala bəyənib, rəy yazmağı unutmayın ki, videonun davamları tez-tez gələndə sizə xəbərdarlıq gəlsin. Üstəlik, siz zınqrov işarəsini aktiv eləməklə bizim yeni videolarımızdan, yəni kanala yüklənən yeni videolardan siz xəbərdar ola bilərsiniz. Çox sağ olun.